Yerimiz mənim ustam. Bir də deməli bu şirəli damarlı yer deyilir də əsasən buna. Şirəli dana ətindən ispanaklı, yəni şomlu, qaymaqlı, zirincli bir dənə ləzzətli yemək hazırlayacağım. Siz də eləyin, baxın, ağız dadınızı dəyişin, ləzzətli. Görünüşü yaxşı olmasa da pambıq kimi olur, çox belə, yəni dəhşətli bir olur da bu. Gözəl bir yeməkdir. Üstünə su çıxana qədər deməli bunu su doldururuq. Bir 2 saata yaxın, bir ilkə yoxlayacaq da didilənə yaxın üzə yaxşı. Yaxşı olar ki, bunları yüngül qızarda, bir rəngi qəşəng görsün. Deməli, bir görsən ıspanaq deyirsən, mənim özümün ıspanaq üçün yadıma düşməyəcək hansı bitkidir. Şomudur bu, şomu. Əsasən bizdə bunu Bakıda şomu deyirlər. Bir də turş xoşlayanlar turşang da əlavə eləyə bilər. Mən məsələn 10 dəstəyə, bir 5 dəstədə, 4 dəstədə turşang əlavə edirəm ki, o ilə də əla olur. Bunu da ki, çox xırda yox, belə də orta doğranmalıdır. Göbələyini də əlavə edirik. Biraz bu pörtüldü, indi göyünü əlavə edirik. Biraz zirinc vırırıq, sonra yenə də əlavə edirik. Qaymaq əlavə edirik. Biraz da sarımsaq əlavə edirik. Yenə də biraz zirinc əlavə edirik. Qəşəng həm vidi gəlir özünə, həm də dadlı. Yerimiz mənuslar. Həqiqətən ləzzətli ya. Necə bir qonaq qabağına çıxardılacaq bir yeməkdir. Super. Siz də baxın, abunə olun, like eləyin. Ziya Baku YouTube kanalına maraqlı videolara baxmaq istəyirsinizsə, orada abunə ola bilərsiniz. Oraya Instagram səhifəsi. Hər həftə yeni videolarımız gələcək inşallah.